21-ci tapşırıq sükunət vəziyyətindən, yəni V0-ımız sıfırdır. Vəziyyətində olan verilmiş kütləli, kütləmiz dəyişmir. Cisim müxtəlif sabit qüvvə, yəni F-imiz də konstantdır, F də dəyişmir. Təsir altında hərəkət edir və eyni, yəni sürəti də dəyişmir, sürət qazanır. Müvafiq düsturlar yazmaqla cismin yer dəyişməsi modunun tətbiq olunan müxtəlif əvəzləyici qüvvələrdən asılı qrafikini çəkin. Biz burada S bərabərdir V kvadrat çox V0 kvadrat bölü 2A düsturuna müraciət edə bilərik. Burada sükunət halı olduğu üçün S-imiz V kvadrat bölü 2A olacaq. Digər tərəfdən A F bölünsün M düsturu ilə hesablanır və gətirib yerinə qoysaq V kvadrat bölünsün 2 F böl M, M də sürətə qalsa V kvadrat bölü 2 vur F formasında bir düstur almış oluruq. Və buradan bizdə F-in əvəzləyici qüvvədən asılı qrafik istənilir. Sürətin eyni olduğu deyilir, kütlənin verilmiş olduğu deyilir. 2 də sabitdir və göründüyü kimi S yer dəyişməmiz qüvvədən tərs mütənasib asılıdır. Yəni qrafiki çəksək, S-in F-dən asılılığını tərs olaraq göstərə bilərik.